Bismillahirrahmanirrahim. İnna lillah ve inna ileyhi raciun. Böyük alim, dünya şiələrinin rəhbəri, ali mərcəyi təqlid, görkəmli şəxsiyyət və böyük insan Həzrəti Ayətullahül Üzma Seyyid Əli Xameneyi cənablarının şəhadəti münasibətilə sizlərə başda İmam Zaman ağa olmaqla dünyanın bütün azad müsəlmanlarına, eləcə də İran xalqına dərin hüzünlə başsağlığı və təsliyyət ərz edirəm. Təqribən 1400 il bundan əvvəl İslam aləmi Allahın qulu və bəndəsi olan möminlərin əmiri Həzrəti Əli əleyhissalam itirmişdi. Məhz Ramazan ayının dünənki gecəsində bizlər də dünya müsəlmanlarının rəhbəri Seyyid Əli Hüseynini itirdik. Necə ki 1400 il bundan qabaq Həzrəti Əli əleyhissalam dünyanın ən xəbis, ən pis, ən çirkin, ən alçaq, şəxsiyyətsiz, ləyaqətsiz bir insanın, adamının əli ilə şəhadətə yetdiyi kimi, dünənki Ramazan gecəsində də dünya şiələrinin ən ali mərcəyi təqlidi sayılan Seyyid Əlini əlləri uşaq qanına bələşmiş qatillər, nəfsləri insan qanından doymayan, dünyamızın ən xəbis, alçaq, rəzil, qan içən, rəhimsiz, zalım, diktator və teröristləri tərəfindən sui-qəsd nəticəsində öldürülərək şəhadətə yetirildi. Bütün qırmızı xətləri aşaraq bir müctəhidi şəhadətə yetirmək, onun milyonlarla müqəllidlərinə müharibə elan etmək və onları elə öldürmək deməkdir. Odur ki, biz bu terroru qətiyyətlə pisləyir, mərcəyi təqlidimizin ölümündə və şəhadətində əlləri qana bələşmiş insanların Allah tərəfindən cəzalanmasını tezliklə Allahın özündən diləyir və arzu edirik. Allah bütün zalimlara lənət eləsin. Belə böyük bir şəxsiyyəti nahaqdan öldürməklə şəhadətə yetirənlər bugün dünyanın düzgün və azad fikirli insanları tərəfindən lənətlə, ikrahla və pisliklə yad edilirlər. İmam Xameneyinin şəhadətinə sevinənlərə isə sözüm budur. Bugün Allah cəbhəsi ilə şeytan cəbhəsinin üz-üzə gəlib toqquşduğu bir gündür. Bugün heç bir sığınacaqda gizlənmədən, özünü xalqdan ayrı bilməyən bir məzlum şəxsiyyətin, böyük fəqihin şəhadətinə sevinən. Bax gör, Allahın tərəfindəsən, yoxsa şeytanın hizbindəsən. Ya dünya və axirətimizi satıb əldən verib şeytan tərəfində olmalıyıq, ya da haqq cəbhəsi olan Allah tərəfində durmalıyıq. Odur ki, bugün Ayətullahül Üzma Seyyid Əli Xameneyinin şəhadəti özünə müsəlman deyən bütün İslam ümmətini vəhdət halına gətirə biləcək bir nur yoludur. Bugünkü şəhadət haqq ilə batilin bir-birindən ayrıldığı nöqtənin göstəricisidir. Ayətullah Xameneyi elə böyük şəxsiyyətlərdən idi ki, həyatda bütün gözəl, səciyyəvi, əxlaqi xüsusiyyətləri, Peyğəmbər əxlaqını özündə cəmləşdirmişdi. Mərdlik, ərənlik, qeyrət, mətanət, vüqar, kişilik, bütün insani keyfiyyətlər o həzrətin üzündə və özündə toplaşmışdı. Hətta geyindiyi Peyğəmbər libası, əba, qəba, başındakı qara əmmaməsiz ona xüsusi bir gözəllik və yaraşıq verirdi. Sadəcə bir şeyi az idi bu dünyada. O da şəhadət. Şəhadətlə bütün gözəllikləri tamamladın. Şəhadətin mübarək olsun, əziz imam.